Salam hörmətli izləyicilər, həftəlik gömrük xəbərləri ilə qarşınızdayıq. Bakı Dəniz Limanında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüş zamanı limanda gömrük orqanları və sərhəd xidməti ilə birgə fəaliyyət barədə ətraflı məlumat verilib. Əməliyyatların optimallaşdırılması istiqamətində görülmüş işlər, əldə olunmuş nəticələr və gələcək dövr üçün nəzərdə tutulan tədbirlər müzakirə olunub. Dövlət Gömrük Komitəsinin əməkdaşları Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Qazaxıstanın Kurik Dəniz Limanında Azərbaycan, Qazaxıstan, Tacikistan və Türkmənistanın liman nəzarət qrupları üçün keçirilən praktiki təlimdə iştirak ediblər. Təlim zamanı dəniz limanlarında həyata keçirilən logistika, gömrük və digər fəaliyyətlərlə tanışlıqla yanaşı, mal müşayiət sənədlərinin təhlili əsasında risk indikatorlarının müəyyən edilməsi və gəminin müxtəlif bölmələrinə gömrük nəzarəti üzrə praktiki məşğələlər keçirilib. Dövlət Gömrük Komitəsinin və Birləşmiş Ərəb Əmirliklərinin gömrük xidmətinin əməkdaşları arasında onlayn formatda görüş keçirilib. Görüşdə hər iki ölkənin gömrük xidmətlərinin mütəxəssisləri, kinoloji xidmət itlərinin yetişdirilməsi, təlim prosesi, bu sahədə onlayn müşahidə sistemləri və digər mövzularda təqdimatlar nümayiş etdirib, fikir mübadiləsi aparıblar. Astara və Balakən gömrük idarələrinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində 2 fakt üzrə 133 kq 865 qram xüsusilə külli miqdarda narkotik vasitə marixuana aşkar ediblər. Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Tədqiqat İdarəsinin əməkdaşları Sumqayıt şəhərində yerləşən aptekin anbarından və yük avtomobilindən dövlət qeydiyyatından keçməyən 251 adda 44335 ədəd konvolyut, ampul və flakon formasında dərman vasitələri aşkar ediblər. Həftəlik icmalımız bununla yekunlaşır. Diqqətiniz üçün təşəkkür edirik.